Mətn parlaqlığı və məzmunu ilə bağlı real vaxtlı rəsmi mənbələrdən uyğun məlumat tapılmadı. Beləliklə, siz verdiyiniz məlumatın tam mətnini Azərbaycan dilinə çevirdim. Gennady Gubkov Kremlin daxilində görülən qabaqlayıcı tədbirləri ətraflı şəkildə təsvir edib. Onun sözlərinə görə, texnologiyanın yüksək səviyyədə olması səbəbindən bugün Birləşmiş sui-qəsd təşkil etmək çox çətindir və Rusiyada belə bir şey demək olar ki, mümkünsüzdür. Gubkov bildirib ki, Vladimir Putin öz təhlükəsizliyi üçün patoloji qorxu yaşayır və buna görə özünü qorumaq üçün misli görünməmiş tədbirlər görür, daxili çevrəsini nəzarət altına alır. O, Putinin çevrəsindən qaçmaq üçün istifadə etdiyi üsulu belə təsvir edib. İnterneti xalq üçün blok edirlər, amma Putinin ətrafındakılar üçün hər kəs üzərində sərt nəzarət var. Hara getdilər, nə dedilər, kimlə görüşdülər, hara getdilər, niyə getdilər, hamısı diqqətlə izlənilir. Mən sadəcə bir nümunə gətirmək istədim. Kazino sistemi necə işləyir? Onlar ən yaxşı keçmiş saxtakarları işə götürürlər və əllərə baxırlar. Onlar dəqiq bilirlər ki, bir oyunda dilir 7 addım edir, başqa oyunda 12 və hər hansı uyğunsuzluq dərhal diqqət çəkir. Sonra həmin lazımsız addımlar atmış şəxsi yaxından izləməyə başlayırlar. İndi Kremlin içində də eyni şey baş verir. Gubkov dedi ki, hazırda Kreml rəsmi çevrəsindəki lazımsız hərəkətləri dəqiq şəkildə izləyir. Kim haraya getdi, kimlə görüşdü, kim ad gününü qeyd etdi, kim nəyi kimin üçün göndərdi, kim kiminlə görüşdü, bütün bunlar indi sui-qəsd riskini aradan qaldırmaq üçün ətraflı analiz edilir. Bunun fikrincə, bugün dünyada sui-qəsd təşkil etmək hər hansı başqa əsrdə olduğundan daha çətindir. Çünki insanlar telefonlarında onlayndadırlar. Hərəkətləri geolokasiya ilə yazılır. Hər yerdə kameralar var və s. Gubkov daha sonra Putinin Nicolas Maduro və Ali Khamenei kimi taleyi təkrarlaya biləcəyinə dair sualı cavablandırıb. O bildirib ki, Khameneini öz adamları satıb böyük bir ordu qapınızda dayananda çevrəniz deyil. Sizi satırlar və danışıqlar edirlər. Aydın məsələdir ki, texniki vasitələr və resurslar var, amma agentlər işləyir. Maduronun öz adamları tərəfindən satılması, Khameneinin isə öz çevrəsi tərəfindən satılması şübhəsizdir. Ona görə də raketlər atılanda harada, hansı otaqda nə etdiyini bilirdilər. Bunu tamamilə açıq şəkildə etdiyi üçün şəkli çəkib yayımladılar ki, heç kim şübhə etməsin ki, Khamenei öz həyatını bitirib. Gubkov sonra əlavə edib, bu Putinə dolayı bir siqnaldır. Əlbəttə, Moskva mühasirəyə alınmayacaq və hərbi dəniz qüvvələri Moskva çayında və ya hətta Nevada Tomahawk kruiz raketləri ilə yerləşdirilməyəcək. Bu baş verməyəcək. Amma ciddi hərbi məğlubiyyət Putinin rejiminin dağılmasına və partlamasına səbəb ola bilər. O, Kremlin dinləyirsə, konkret bir şey də söyləyəcəyini qeyd edib. 2023-cü ildə Putin ordusunun Ukraynadan qaçdığı zaman yuxarıda ciddi bir böhran oldu. Kiyev cəbhəsindən kiçik bir külək yetişdi. Amma bu külək belə onların başlarını təbliğat hərəkatından soyutdu və insanları Avropaya və ABŞ-a danışıqlar üçün göndərdilər. Buna görə də yalnız Ukrayna torpağında ciddi hərbi məğlubiyyət ciddi nəticələr verə bilər. İranın ali rəhbəri Ali Xameneinin ölümündən sonra İran rəhbərliyindəki xəyanətkarlar mövzusu əsas müzakirə mövzusuna çevrilib. Bəzi qərb nəşrləri xəbər verir ki, Quds qüvvələrinin komandiri general İsmail Qani Ali Xameneinin harada olduğunu İsrailə sızdırmaqda iştirak edib. Xüsusilə İngilis dilli Tıqnatyanal nəşrinə görə Qani Ali Xameneinin coğrafi mövqeyini İsrailə ötürən şəxs olub. İranlı general Çin hərbi kəşfiyyatından alınan məlumat əsasında tutulub. Hazırda onun taleyi barədə qəti məlumat yoxdur. Lakin bir neçə Telegram kanalı onun edam edildiyini bildirir. Hərbi ekspert Vladislav Surigin yazır ki, xəyanətkar general yüksək rütbəli Amerika Birləşmiş Ştatlarının Mərkəzi Kəşfiyyat Agentliyinin rəsmisi ilə İsrail baş qərargahı arasında olan söhbət ələ keçiriləndən sonra müəyyən edilib. Nəşrə görə general uzun müddət şübhə altındaydı, çünki 2024-cü ildə Beyrutda Hizbullah
Hizbullah liderlərinin toplantısından çıxarkən ölümün əlinin altından qaçmışdı. Bir neçə yüksək rütbəli İran komandiri öldürülüb. O cümlədən İran İnqilab Keşikçiləri Korpusunun müavini general Abbas Farosan İsmail Qani həmin toplantıda iştirak etməli idi. Lakin üzr istəyib və bunkerə edilən hücumdan bir neçə dəqiqə əvvəl toplantını tərk edib. Bir neçə gün əvvəl isə Qani yenidən ölümdən qaçıb. Surigin yazı ki, general raket düşməmişdən bir neçə dəqiqə əvvəl ali rəhbərin iqamətgahını tərk edib. Buz qüvvəsi İran xaricində əməliyyatlara cavabdehdir. Onun missiyaları həm də hərbi kəşfiyyat və digər ölkələrdə şia partiyaları və hərəkatlarına dəstək göstərilməsini əhatə edir. 2020-ci ilin yanvarında ölümünə qədər Quds qüvvəsi Qasem Soleymani tərəfindən idarə olunurdu. Financial Times daha əvvəl xəbər verib ki, İranın ali rəhbəri Xameneiyə qarşı əməliyyat illərlə davam edən İsrail kəşfiyyat kampaniyasının nəticəsi olub və ABŞ-la koordinasiya edilmişdi. Əməliyyat günündə FETÖ mənbələrinə görə təxminən 10 qədər mobil telefon qülləsi deaktiv edilmişdi. İsrail kəşfiyyatı illərlə Tehran şəhərindəki təhlükəsizlik təfərrüatlarını izləyərək demək olar ki, bütün trafik kameralarını hacq etmişdi. Video görüntülər şifrələnmiş və İsraildə serverlərə ötürülmüşdü. Bu kəşfiyyat bazası 8200 Mossad agentləri və hərbi kəşfiyyat tərəfindən təmin edilmişdi. Qaninin sağ qalma modeli şübhələri artırır. Son 2 il ərzində bir neçə mənbə adları açıqlanmayan təhlükəsizlik rəsmilərinə istinadən onun İranın yüksək rütbəli küburlarını öldürən bir neçə zərbəyə yaxın olduğu barədə məlumat verib. İran-İsrail 12 günlük müharibəsi zamanı o bir neçə mətbuat orqanı tərəfindən ölü elan edilmişdi. Lakin 2025-ci ilin iyun ayının sonunda Tehranda ictimai tədbirdə yenidən görülmüşdü. Mülki geyimdə və beysbol kepkasında yaxşı sağlamlıq vəziyyətində. Eyni ardıcıllıq 2024-cü ilin oktyabrında da baş vermişdi. Əvvəlcə ölü elan edilmiş, sonra sorğu-sual edilmiş və dövlət televiziyasında yenidən görülmüşdü. Sosial mediadan kənarda İsrailin Hizbullahın liderliyini sistematik şəkildə aradan götürə bilən dağıdıcı penetrasiyasından sonra İran rəsmi təhlükəsizlik araşdırması başlatdı. Regiondakı adları açıqlanmayan mənbələr regional nəşrlərə bildirib ki, Qani və komandası izolyasiya olunub və sorğu-suala çəkilib. İsrail, İran və İranla bağlı rəsmilərin aradan götürülməsi istədiyi siyahını açıqlamışdı. Keçən həftə sonu həmin siyahı tamamlanmış elan edildi. Qaninin adı isə bu siyahıda yox idi.